Qarabağ ermənilərinin şənbə günü İrəvanda Azadlıq meydanında keçirdiyi aksiya zamanı keçmiş qondarma rejimin dırnaqarası təhlükəsizlik şurasının katibi olmuş Vitali Balasanyan təzyiqə məruz qalıb. Qlobal İnfaz xəbər verir ki, bu barədə Hraparak qəzeti məlumat yayıb. Qəzet yazır ki, aksiyanın sonunda Balasanyanın meydana gəldiyini görən ermənilər onu Qarabağın itirilməsinə görə ittiham ediblər. Hətta onun Azərbaycan tərəfi ilə danışıqlar apardığına dair iddia səsləndirərək izahat istəyiblər. Məlumata görə 44 günlük müharibədən sonra Vitali Balasanyanın Qarabağda yerləşən Rusiya sülh məramlıları ilə sıx əlaqələri olub. Nəşr yazır ki, məhz onların təşəbbüsünə əsasən Azərbaycan tərəfi ilə danışıqlara cəlb edilib. Hətta 2022-ci ildə Xocalda Fərrux yüksəkliyinin azad edilməsinə görə də Balasanyan ittiham edilib. Həmin il martın 26-sında qeyri-qanuni erməni silahlı birləşmələri yüksəklik istiqamətində təxribat törətməyə cəhd göstərmiş, lakin Azərbaycan ordusunun gördüyü tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilmişdilər. Qarabağ erməniləri separatçılara geri çəkilmə əmrini Balasanyanın verdiyini deyirlər. Lakin o həmin vaxt Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra etmədiyini və belə bir əmr vermək səlahiyyətinin olmadığını söyləyib. Balasanyan o dövrdə Kamu Vardanyanın müdafiə ordusunun komandanı olduğunu və əmri də onun verdiyini deyib. Qəzetin məqaləsində qeyd edilir ki, etirazçılar Balasanyanın Ermənistan hökuməti ilə yaxın əlaqələr qurduğu qənaətinə gəliblər. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.